Ona bir dənə ətraflı baxa bilərsiniz. Yenə də baxaq. Durğu işarələrində nəyimiz var bizim? Vergül. Vergülün zaten işləndiyi bütün yerlərin hamısını bilirsiniz. Şübhəli. Qoşa nöqtə. Qoşa nöqtə. Tire. Bax, tire. Tire durğu işarəsidir. Defislə qarışdırmayaq. Defis durğu işarəsi deyil. Yəni bizdən durğu işarəsi soruşulacaqsa, o durğu işarələrinin sırasında harada defis görsən çıxın getsin. Sonra nə var idi? Nöqtə, nida, sual. Nida hardadır? Nida cümlələrinin sonundadır. Düzdürmü? Və nida cümlələri hansı cümlələrdir? İstədiyimiz bütün cümlələr. Hansı cümləni nida cümləsi eləmək istəyirsənsə, nida qoyursan. Bəli. Sual cümləsi bəllidir. Sual məqsədi ilə verilən cümlələrdədir. Həmçinin bədii sual cümlələrində də sual işarəsi qoyula bilir. Düzdürmü? Heç dərs izah olunanda da yatarlar. Heç müəllim dərs izah eləyəndə öz aləmində vərəqə nəsə yazarlar. Məsələn, bu kimi ifadələr var da. Elə Hüseyin, özünə götürmə. Sual cümlələri sadə bunların hansı? Hansısa bir cümlənin sonunda iki durğu işarəsi birdən ola bilərmi? Bəli, nə oxuyursan deyib biraz əsəb qatanda Ayşə sual və nida olmuş olur. Nə danışırsan? Görsən, sual və nida. Tireni biz harada istifadə edirik? Qoşa nöqtəni harada istifadə edirik? Qoşa nöqtəni adətən vasitəsiz nitqdə, müəllifin nitqindən sonra istifadə edirik. Həm bu cürdə, həm diyaloglar şəklində fərqi yoxdur. Ləman dedi ifadəsində qoşa nöqtə olur. Burada da vasitəsiz nitq olur. Dırnaq gördünüz, vasitəsiz nitq dırnağı içərisində olur. Maydə. Ləman dedidən sonra vasitəsiz nitq eyni cümlə daxilində gəlsə də, diyalog şəklində gəlmiş olsa da, hər zaman qoşa nöqtə qoyulur. İstisnasız. Sonra qoşa nöqtə harada qoyulmuş olur? Hər şey və yaxud da hamı, hər kəs kimi ümumiləşdirici sözlər həmcinslərdən, həmcins üzvlərdən əvvəldə gələrsə, qoşa nöqtə qoyulmuş olur. Həmcinslərdən əvvəldə gələrsə, qoşa nöqtə qoyulmuş olur. Başa düşdünüzmü? Nə zaman qoşa nöqtə öz yerini vergilə verir? Yəni bağlayıcısı gəldikdə hamı, yəni şagirdlər və valideynlər iclas salondaydı. Artıq burada hamıdan sonra yəni bağlayıcısı işləndikdə özündən sonra qoşa nöqtə qoyur, amma özündən əvvəl də vergül verir. Bu testlərin çoxunda heç qoşa nöqtəni vermirlər. Əsas odur ki, qoşa nöqtə yəni ilə əvəz olunduqda özündən əvvəl də vergül verilmiş olur. Oldu mu? Qoşa nöqtə bundan. Sonra nə var? Tire işarəsi haralarda qoyulur? Tire işarəsi 1. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz gələrsə, ondan əvvəldə tire işarəsi qoyulur. Həmcins üzvlərdən sonra ümumiləşdirici gələrsə, əvvəlində tire işarəsi qoyulur. Sonra harada qoyulur? Nədə? Əlavələrdə. Bəli, əlavələr. Məsəl üçün deyirəm ki, eşqin olimpiyadası şagird ölkə birincisi oldu. Amin. Eşqin kimdir? Olimpiyadası şagird. Bunu da, bax bu tip ifadələri də ümumiləşdirici sözlə qarışdırmayın. Eşqin ümumiləşdirici söz ola bilməz. Çünki eşqin bir nəfərin adıdır. Ümumiləşdirici söz olanda burada belə deyək də, yəni bir neçə əşyanı, bir neçə zonanı, bir neçə insanı ifadə edəcək bir söz olmalıdır. Hamı, hər yer, hər kəs, hər şey, heç kim. Başa düşdünüz? Ya bu kimi ifadələr olmalıdır ümumiləşdirici sözlər. Amma tək insan adları ümumiləşdirici söz ola bilməz. Tək meyvə adı ümumiləşdirici söz ola bilməz. Yəni. Orada diqqətli olmaq lazımdır. Bəli, tire bir də əlavədən sonra işlənmiş olur. Burada nə zaman tire vergilə verir yerini? Əlif. Yenə də eşqin sözündən sonra yəni gələrdirsə, artıq tire deyil, yəni və yəndən əvvəl vergül işlənmiş olur. Durğu işarələri nədir? Bağlı sual düşmə ehtimalı 70-80%. 3. Harada işlənmiş olur? Vasitəsiz nitqdə.
nə zaman işlənir? Nitq feilindən nə var? Əvvəl. İndi belə bir məsələ var idi. Əgər nitq feili, yəni müəllifin nitqi sayılmış olur. Müəllifin nitqi vasitəsiz nitqin ortasında gələrsə, hər iki tərəfindən vergül tire qoyulmuş olur. Yadınızdadırsa. Vasitəsiz nitqdən sonra gəlmiş olarsa, özündən əvvəldə vergül tire qoyulur. Bu vergül formaldır burada. Burada nida da ola bilər, burada sual da ola bilər. Yəni bunu keçmişik, yadınızdadır da hər halda keçmişik. Burada amma hər zaman tire işarəsi qoyulmuş olur. Sonra nə işarəmiz var idi? Vergül işarəsi. Vergülle bağlı da nə deyim? Vergül həmci sürülərin arasında qoyulur, intonasiya bağlayır. Tabeli və tabelisiz mürəkkəb cümlələrinin arasında qoyulur, intonasiya ilə bağlandıqda. Klip çəkdirmirik ki, biz də burada iş görürük də. Elə deyil. Sonra nə ola bilər? Bağlayıcılar, modal sözlər, nidalar da nə olur? Vergülle işlənmiş olur. Bəli, köməkçi nitq hissələrində də bu istifadə olunur. Onu bir zəhmət olmasa pauza edə bilərikmi? Ayda, çox möhtəşəm bir mövzudur. Yəni idi və imiş hissəciklərini biz adətən nədən ayırmalıyıq? Biraz deyəsən yuxuz qaçdı şu an. İdi, imiş və isə. Biz nə görürük burada? Şəkilçiləşmiş versiyası zaman və şərt şəkilçisindən oxşardır. Amma qarışdırmamaq üçün nəyə diqqət eləməmiz lazımdır? Uğur olsun, uğur yuxuya gedirsən deyəm. Uğurun xeyir olsun, qulaq as. Burada baxacaq, birinci məsələ nədir? Hissəciklər heç vaxt feilin kökünə, feilin başlanğıc formasına, üstə gələk inkarlıq şəkilçisindən sonra artırıla neynəmir? Bilmir. Qısa və konkret. Əgər sözün kökündə d gördünsə, zamandır. Başlanğıc formasından sonra gördünsə, zamandır. Ma inkarlıq şəkilçisindən sonra gördünsə, zamandır. Məsəl üçün, başladı. Baxacağıq, başladı. Bir məsələ nədir? D hissəlik kimi qoşulanda biz onu ayrı da işlədə bilərik. Məsəl üçün, başladığını başla idi deyə bilərik. Xeyr. Başlandı. Başlan idi deyə bilmirik. Və yaxud da başlamadı. İnkarlıqdan sonra gəldi. Demək ki, nə olacaq? Zaman olacaq. Və yadınızda qalsın. Hissəcik hər zaman təsriflənəndən sonra artırıla bilir. Hissəcik heç vaxt bu üç formaya artırıla bilməz. Məsəl üçün, oxudu. Oxudu da zamandır, yoxsa hissəcik? Zaman. Bəs oxuyurdu, hissəcik. Çünki artıq nədən sonra gəlir? Hissəcik təsriflənəndən sonra gəlir. Bir də bir şey yadda saxlayırıq ki, bir feildə heç vaxt iki təsriflənən feil şəkilçisi ola bilməz. Yəni, söz həm vacib şəkildədir, həm də xəbər şəklindədir, deməli, oxumalıydı. Vacib üstə gələk xəbər. Belə bir şey, o impossible. Mümkün deyil yəni. Nə olacaq? Sözün birinci şəkilçisi nə olur? Oxumuşdur. Oxudu, sa. Bax, diqqətli olmaq lazımdır. Bunlar daha çox çaşdırır bizi. Birinci şəkilçisi zaman, yəni təsriflənən. İkinci şəkilçi hissəcik. Birinci şəkilçisi zaman, yəni nə? Təsriflənən feil. İkinci şəkilçi nədir? Hissəcik. Oldu mu? Bu məsələyə diqqətli şəkildə yanaşmaq lazımdır ki, düşmə ehtimalı da çox ola bilər. Yəni. Bu bizi çaşdırmasın. Feil hansı şəkildədir? Hansı zamandadır feil? Hansı zamanda? İndiki zamanda. Birinci şəkilciyə baxırıq. Hissəcik zaman bildirmir. Hissəcik feilin zamanını təyin eləmir. Biz ən axırıcı hissəciyi çıxartdıq, atdıq bir tərəfə. Oxumuşdu, keçmiş zamandadır. Amma hansı keçmiş zamandadır? Nəqli keçmiş zamandır. Feilin şərt şəkildir, yoxsa zamandır? Şuudi keçmiş zamandır. Nə olsun ki, burada zaman?
Amma oxusa olsaydı nə olacaqdı? Feilin şərt şəklində olacaq. Hissəciklər həmçinin adlarla da işlənir. Adlarla işləndiyi təqdirdə bir də bunu daha çox uşaqlar qarışdırır. Məsəl üçün, qapını döyən külək idi. Orada idini görən kimi götürür bunu külək idini feili xəbər götürür. Niyə da? İdi imiş isə hər hansısa bir müstəqil leksik məna bildirmir ki, deyim nəyəsə qoşulan onu feil edir. Külək idi, külək isminə qoşulursa olacaq ismi xəbər. Gələn adil idi, adil isminə qoşuldu oldu onu elədi ismi xəbər. Amma oxuyurdu, yazır idi, gəlirdi, gedirdi, fərqi yoxdur. Feilə də qoşuldusa, oldu feil xəbər. Anladıq buralarında? Hissədiklər kimin idi? Gözəl. Sonra nəyimiz qaldı? Nəyimiz var ki, nəyimiz? Tabeldə cümlə üzvlərini seçmək. Bunu kaş ki bəyət deyərdim Məhəmməd. Hə? Testdə göstərək, problem deyil. Sintaktik əlaqələr. Millətin yaralı yer. Sintaktik əlaqələrdə belə bir məsələ var. Necə məsələ var? 3 dənə məsələ var. Yəni, tabesizlik əlaqəsini onsuz da bilirsiniz. Ki, tabesizlik əlaqəsini biz harada görürük? Həmçə üzvlərin arasında Hüseyin, başqa harada görürük tabesizlik əlaqəsini? Məscidin həyətində. Giriş qapısında. Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında tabesizlik əlaqəsi var. Söz birləşmələrinin asılı tərəfində həmcislik olarsa tabesizlik əlaqəsi var. Söz birləşmə, istəyir bu feili birləşmə olsun, istəyir isim birləşmə olsun. Həmçinin cümlə üzvləri əgər həmcisdirsə, onu dedik mi? Cümlə üzvlərinin arasında olur. Tabesiz mürəkkəb cümlə bu formada. Amma tabellik əlaqəsi dediyimiz uzlaşma, idarə və yanaşma var. Uşaqlar, bütün birinci növlərin birinci və ikinci tərəf arasında istisnasız yanaşma əlaqəsi var. Mən sizə yanaşacağım və sonra nələr olacaq Allah bilir. Yəni, burada bu sözləri yanaşdıraq da bir-birinə. Birinci növlərin hamısının arasında istisnasız yanaşma əlaqəsi var da. Burada durub heç kəsi götürməyin, hər anı götürməyin, bu günü götürməyin. Çünki bunlar mürəkkəb zərfdir. Bunlar söz birləşməsi deyil və ona görə bunların tərəfləri ayrılıqda bölünmür İsmail. Bunlar mürəkkəb sözdür. Yanaşma birinci növlərin arasında oldu. Yəni, belə götürsək uşaqlar, təyin və bütün digər cümlə üzvlərinin arasında digər cümlə üzvü. Nə var? Yanaşma əlaqəsi var. Tamam mı? Sonra, tərz hərəkət zərfliyi, zaman zərfliyi, xüsusilə zaman zərfliyi amma hal şəkilçisi olmasın. Onlarla xəbər arasında nə var? Yanaşma əlaqəsi var. İndi baxacağım onlara. Uzlaşma əlaqəsi nəyin arasında olur? Mübtada və xəbərin arasında olur. Bu, belə qoyulmur uşaqlarım, onun nəsə ilə əlimdə açıldı. Uzlaşma əlaqəsindən, bax belə deyək, söz birləşmələrlə sintaktik əlaqələrdə tərəflər fərqlənə bilir. Söz birləşməsində istisnasız ikinci tərəf əsas tərəfdir. Sintaktik əlaqələrdə istisna durum var. Necə? Uzlaşma əlaqəsində əsas tərəf birinci tərəf olur. Ona görə də görürsünüz, xətti ikinci tərəfdən birinci tərəfə çəkilir. Uzlaşma əlaqəsinin göstəricisi nədir əsas olaraq? Şəxs olmaqları, şəxs şəkilçiləridir. Yəni, məsəl üçün, mən dərs izah edirəm. Mən izah edirəm. Birinci şəxsin sonluğu və birinci şəxs əvəzliyi. Sən dərs oxuyursan, sən oxuyursan. Burada artıq mübtəda xəbər arasında nə var? Uzlaşma əlaqəsi var. Uzlaşmanın pozulduğu məqamlar ola bilirmi? Olur. Daha çox şəxsə görə deyil, kəmiyyətə görə olur. Yəni, uzlaşma əlaqəsində əgər üçüncü şəxs bildirən anlayış mübtəda cəmdə olursa, deyək ki, şagirdlər, quzular, məsələn, çiçəklər. Bax, görürsünüz şagirdlər sözündən sonra nə gözəl belə bənzətmələr işlətdim. Yəni, gün nə qədər dəyər verirəm sizə. Sağ olun, mən də sizə Hə, məsəl üçün, şagirdlər dərs oxuyurlar. Şagirdlər dərs oxuyurlar dediyimiz təqdirdə, şagirdlər mübtəda, oxuyurlar xəbər. Bu da cəmdədir, bu da cəmdədir, bir sıxıntı yoxdur.
Quzular mələşdilər. Bir sıxıntı yoxdur. Çiçəklər öz qoxularını ətrafa neynədir? Yaydı. İnəklər otladı. Artıq baxın uşaqlar. Xəbər mübtəda ilə şəxsə görə uyğunlaşır. Bax, bu üçüncü şəxsdir, yaydı, bu da üçüncü şəxsdir. Amma bu üçüncü şəxsin təkidir, bu isə üçüncü şəxsin nəyidir? Cəmidir. Avtomatik olaraq neynədir? Otomatik qapılar kapandı. Uzlaşma pozuldu. Nəyə görə? Kəmiyyətə görə. İnəklər üçüncü şəxsin cəmidir, otladı, üçüncü şəxsin nəyidir? Təkidir. Nə oldu? Uzlaşma pozuldu. Bu qrammatik normaya da təsir edir. Düzdürmü? Qrammatik normada məsəl üçün belə bir şey olsaydı, şagirdlər dərs oxuyur. Uzlaşma pozuldu, qrammatik normada pozuldu. Amma quzular mələşdi, çiçəklər öz qoxularını ətrafa yaydı, inəklər otladı. Bunlarda isə uzlaşma pozulur, norma pozulur. Yalnız insana aid olanda. Yalnız insana aid olanda problem olur. Ayşə, səndən düşdü. Yəni qocal səndən düşdü. Anladık mı? Çox söz deyə bilmirəm. Kameranı söndürəndən sonra görəcəyik. Narahat olmayın. İndi siz çox uzaqdasınız, mənim əlim çatmır sizə. Bu da bu. Sonra keçək nəyə uşaqlar? Düzdür, bu məsələ, bu mövzu buraxılış imtahanında ümumiyyətlə illərdir düşməyib, çox güman ki, düşməyəcəkdir. Məsələn, uzlaşma əlaqəsi həmçinin olur nə? İkinci və üçüncü növ təyini söz birləşməsinin arasında. Eyni anda. Orada da göstərici mənsubiyyət şəkilçisidir. O məsəl üçün nə var? İsmailin telefonu. Düzdür? Neçənci növdür? Üçüncü növ. Bax, bu mənsubiyyət şəkilçisinə görə xətt belə çəkilir. Bura olur əsas tərəf, bura olur asıl tərəf və bunların arasında nə var? Uzlaşma əlaqəsi. İkinci növdə də eyni ilə, məsəl üçün deyirəm ki, dərs saatı. Dərs saatı ikinci növdür, qeyri-müəyyən gəldik aldı, burada mənsubiyyət varsa, əsas tərəf olur və bunların arasında uzlaşma əlaqəsi olur. İdarə çatacaq. Birazdan hələ. İndi keçirik idarə əlaqəsi. Uşaqlar, idarə əlaqəsinin göstəricisi konkret şəkildə hal şəkilçisidir. Hal şəkilçisi. Bax, hal şəkilçisi olduğuna görə təzədən qayıdıram aşağı və eyni zamanda burada da yiyərlik hal olduğu üçün oxu bir də belə çəkirəm və idarə əlaqəsi olur. Yiyərlik hal olduğu üçün bir də oxu belə çəkirəm, olur idarə əlaqəsi. Demək ki, bu cür birləşmələrdə hər iki tərəf eyni zamanda həm əsas, həm asılı tərəf ola bilir. Elədir Əli? Bunu bax, gözündən savat yağır, inşallah. Bildinizmi? Uzlaşmada birinci əsas olur, idarədə birinci əsas artıq telefon olur. Yəni ona görə yerləri dəyişə bilir. Demək ki, ikinci və üçüncü növün tərəfləri arasında eyni zamanda həm uzlaşma əlaqəsi var, həm duzlaşma əlaqəsi. Yəni idarə əlaqəsi. İdarə əlaqəsi, uşaqlar, əsasən tamamlığı, yer zərfliyi və xəbər arasında olmuş olur. Niyə görə? Hal şəkilçili cümlə üzvü olması lazımdır. Hal şəkilçisi. Məsəl üçün deyirəm ki, şir evdən qaçdı. Kim qaçdı? Şir. Nə oldu? Uzlaşma əlaqəsi. Haradan qaçdı? Evdən qaçdı. Hal şəkilçisindən idarə əlaqəsi. Düzdür? Sonra Miri telefonu evdə unutdu. Unudan kimdir Miri? Təbii ki, bu belə bir şey indiki deyil Miri. Hər hansısa birinizə aid deyil. Evdə unutdu, hal şəkilçisi olacaq idarə əlaqəsi. Telefonu unutdu, yiyərlik hal şəkilçisi tamamlıq olacaq idarə əlaqəsi. Başa düşdün Aysu? İdarə, yanaşma, duzlaşma, buzlaşma. Sevginaz. Anlıyor musun? Necə? Nə olsun ki? Nəzərlidir. Hal şəkilçisi var orada, hal şəkilçisi, Əli. Və digər danışan şagirdlərim hal şəkilçisi var burada. Davam edək. Sonra
sinifdəki bu gərgin vəziyyət və müəllimin əsəbi uşaqları narahat etdi. Nə gözəl. Bir dəfə də mən siz narahat edir. İndi burada bir dənə ümumi olaraq bütün cümlə üzvlərinin hamısına baxaq və nə edək? Sintaktik təhlil edək. Narahat etdi. Nə? Vəziyyət və müəllimin əsəbi. Nə əlaqəsi oldu bunların arasında? Tabesizlik əlaqəsi oldu. Ays oldu. Keçdik müəllimin əsəbi. Müəllimin əsəbi neçənci növdür? Üçüncü növ. Eyni zamanda uzlaşma, eyni zamanda idarə edilməsi. Vəziyyət narahat etdi. Uzlaşma. Müəllimin əsəbi narahat etdi. Uzlaşma. Gərgin vəziyyət. Birinci növ yanaşma. Bu gərgin vəziyyət yanaşma. Sinifdəki bu gərgin vəziyyət yanaşma. Uşaqları narahat etdi. İdarə. Allah sizə dəyməsin. Bu gördünüz? Bu qədər bəsit, bu qədər asan və maraqlı bir mövzu. Oldu? Gözəl. İzahlıq nəyimiz qaldı uşaqlar? Nə qaldı ki? Zərf və feili bağlama. Miri, belə bir suala görə əslində sizə bir 3 ilik düşür. Amma zərflə feili bağlamanın xüsusilə dönə-dönə, tikə-tikə, nə bilim, qoşa-qoşa sözləri ümumiyyətlə proqrama düşməyəcək edilər. Sadəcə yenə də baxmaq lazımdır. Feili bağlamada bu şəkilçilər var da, deyək ki, arkan var, anda var. Nə olsun ki, bunlar nə tərzdə və nə zaman suallarına cavab verir. Söhbət bundan getmir, söhbət nitq hissəsindən gedir. Məsəl üçün deyirəm ki, Miri gülə-gülə söhbət edirdi. İndi biz baxmalıyıq ki, söhbət edən Miridir. Nə tərzdə söhbət edir? Gülə-gülə. Yaxşı, bu zərflik oldu. Zərfliklə zərf eynidirmi? Xeyr, bu hərəkətdə neyini? Bir tərz bildirir, tərz anlayış bildirir. Amma baxırıq ki, A ilə düzəlibdir və biz bunu ərəklə əvəz edə bilirik. Gülərək söhbət edirik. Hətta feili bağlama olacaq. Və yaxud da digər zərflərə baxırıq. Məsəl üçün, nə zərfi var? Cəhd var, ehtiyatla var, düzdürmü? Yavaşca var. Yəni, bunların hər hansısa birini feili bağlama ilə qarışdırmaq mümkün deyil. Bunlar müstəqil zərfdirlər, Selcan. Amma nəyi qarışdıra bilərsən? Dönə-dönə. Bunu ola bilsin ki, bəlkə bu il salmadılar, gələn il saldılar. Amma gələn il heç bir lazım olmayacaq bunu. Və yaxud da, məsəl üçün, qoşa-qoşa söz oldu. Əgər biz bunun tərkibinin hansındasa qoşmaq feili, dönmək feili görürüksə, feili bağlamadır. Məsəl üçün, deyirəm ki, maşın həyətdən dönə-dönə çıxdı. Dönmək feili var mı sözün kökündə? Yəni, dönməkdən söhbət gedirmi? Maşın dönürmü? Dönmür. Hətta niyə başını vurursan? Maşın dönə-dönə çıxdı demək, maşın dönərək çıxdı. İndi bir də belə bir şey var ki, Miri dönə-dönə müəllimə yalvardı ki, telefonu versin. İndi sən burada yalvaranda fırana yalvarırsan. Neynədir? Dəfələrlə. Getdi, gəldi, bir dəfə. Getdi, bu dönə-dönə artıq başqa bir şeydir. Məsəl üçün, qoşa-qoşa sözü var, düzdür. Deyirəm ki, baba arabanı qoşa-qoşa mahnı oxuyurdu. Araba qoşmaqdan söhbət gedir, qoşulur orada. Feil var, qoşaraq deyə bilirik, arabanı qoşaraq mahnı oxuyurdu. Bu artıq feil olacaq, feili bağlamaq. Bir də var, deyirəm ki, Miri zəri qoşa-qoşa atdı. Uşaqlar qoşa-qoşa oturmuşdu. Artıq burada uşaqlar qoşaraq oturmuşdu, deyə bilmirik. Qoşmaqdan söhbət getmir, burada yanaşı, cüt oturmaqdan söhbət getmir. Çatdı Miri, şükür yaradana, şükür. Tamam. Yenə də növbəti dərs üstündə baxın uşaqlar. Hansı